Xanımlar bəzən gülərkən, bəzən öskürərkən, bəzən idman edərkən hətta siliklərini qaçıra bilirlər. Ümumiyyətlə, silik qaçırmanın əsas səbəbləri nədir? Deyir doktor, silik qaçırmam var. Şikayətin nədir? Deyir, mən tualetdə uzun müddət oturanda təkrar siliyə gedirəm. Bu mövzuda pasientlərin ən çox etdiyi yanlışlardan biri də bu mövzunu gizlədərək müalicəni gecikdirmək və silik qaçırmadan dolayı utanmaqdır. Bəzisi deyir ki, mən gün ərzində elə olur ki, 30 dəfə, 40 dəfə tualetə getməli oluram, siliyimi boşaltmalı oluram və buna görə mən işdən ayrılmışam və yaxud da buna görə mən çölə çıxa bilmirəm. Bəs hamiləlik zamanı silik hissəsi üzərində təzyiqin artması silik qaçırmaya səbəb ola bilərmi? Amma qadınlar sırf bu problemə görə məncə keysəriyyəyə üst tutmamalıdırlar. Hər bir doğuş edən qadında çanaq əzələləri dağılır ən azından bir müddətlik. Xəstələrin beynində belə bir düşüncə var ki, məndə silik qaçırma varsa mütləq şəkildə mən əməliyyat olunmalıyam. Bunun başqa heç bir çarəsi yoxdur. Bu çox yanlış yanaşmadır. Təəssüf ki, xəstələrimizin əksəriyyəti buna əməl etmirlər. Bu onlar üçün çətin gəlir. Əslində heç bir çətinliyi olmayan bir məşqdir. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yaşı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı uroginekoloq Tavat Seyidovadır. Salam Tavat xanım, necəsiniz? Salam, çox sağ olun. Necə gedir işlər? Pasientlərlə yola gedə bilirsinizmi? Belə, hələ ki hər şey qaydasındadır. Tavat xanım, ilk olaraq bu mövzuya toxunmaq istərdim ki, qadınlarda son dövrlərdə bildiyim qədər ümumiyyətlə silik qaçırma problemi də daha artıb öncəki illərə nisbətən. Xanımlar bəzən gülərkən, bəzən öskürərkən, bəzən idman edərkən hətta siliklərini qaçıra bilirlər. Ümumiyyətlə, silik qaçırmanın əsas səbəbləri nədir və ən effektiv müalicə metodları hansılardır? Silik qaçırma əslində həmişə olub. Sadəcə son dövrlərdə bunun artması, belə deyək, bu qədər daha çox aktual olmasının səbəbi qadınların bunun fərqinə varması idi. Belə ki, əvvəllər qadınlar düşünürdülər ki, yaşlanıramsa, doğuş etmişəmsə, yaş alıramsa, məndə silik qaçırma görülməlidir və bunu normal hal hesab etdikləri üçün həkimə müraciət etmirdilər. Hal-hazırki dövrdə isə düzgün olaraq qadınlar bunu normal qəbul etmir və həkimə müraciət edirlər. Bu da ümumi olaraq silik qaçırma sanki son dövrlərdə artmış kimi bir fon yaradır. Əslində belə deyil. Silik qaçırma hər zaman var idi. Sadəcə müraciətlər artıb deyə biz artıq bilirik ki, qadınlar arasında bu yayğandır. Səbəb nədir? Bu çanaq dibi əzələlərinin zəifləməsi. Çanaq dibi əzələləri zəifləyən zaman qadınlarda uretra alt dəstəyi, yəni silik kanalının alt dəstəyi də avtomatik zəifləyir və nəticədə askırarkən, öskürərkən idman hərəkətləri və yaxud əyilib durma zamanı, bəzənsə heç bir bu şikayət olmadan sadəcə siliyini hiss edir və həmin anda qaçırdır. Bunlar hamısı silik qaçırmadır, lakin silik qaçırmanın növləri var. Şikayətlər də növlərinə görə dəyişir, müalicə də növlərinə görə dəyişir. Sadəcə silik qaçırmadır və bunun protokolunun müalicəsi budur deyə yanaşma düzgün deyil. Bu mövzuda pasientlərin ən çox etdiyi yanlışlardan biri də bu mövzunu gizlədərək müalicəni gecikdirmək və bu mövzudan silik qaçırmadan dolayı utanmaqdır. Ümumiyyətlə, məsələn, yanınıza gələn pasientlərlə söhbət əsnasında bu fikrin doğruluğuna nə qədər gəlib çatırsınız ki, həqiqətən də belədir, utanırlar və həkimə müraciət etmirlər? 99% hallarda belədir. Qadınlar gəlirlər və deyirlər ki, doktor, bilirəm, yaşlanmışam, əzələlərim zəifləyib, bu normaldır, mən silik qaçırtmalıyam, amma artıq buna dözə bilmirəm. Və bunu gizlədirlər, sosial həyatlarına təsir edir, iş həyatlarına təsir edir və bunu normal qəbul etdikləri üçün təbii ki, heç bir müalicəyə üst tutmurlar və son nəticədə həm psixoloji olaraq qadınlar zədə görürlər bundan, həm emosional olaraq daha, belə deyək, neqativə köklənirlər və bu hətta onların cinsi həyatlarına belə təsir eləyir, cinsi əlaqədən qaçınırlar. Cinsi həyatda artıq məhdudiyyət qoyurlar ki, mən yaşlanmışam, cinsi əlaqəyə girməməliyəm və bəzən işdən ayrılmaq həddinə belə gəlib çatır. Amma bu düzgün deyil, vurğuladığım kimi, yəni silik qaçırma varsa bu normal deyil, patoloji haldır və düzgün şəkildə müalicə olunmalıdır. Şikayətlər burada yenə dəyişir. Bəzən qadın deyir, sadəcə askıranda, öskürəndə məndə silik qaçırma görülür. Bəzisi deyir ki, mən gün ərzində elə olur ki, 30 dəfə, 40 dəfə tualetə getməli oluram, siliyimi boşaltmalı oluram və buna görə mən işdən ayrılmışam və yaxud da buna görə mən çölə çıxa bilmirəm, hər hansı bir sosial aktivliyə qatıla bilmirəm. Dediyim kimi, gizlətmək onların həyat keyfiyyətini azaldır,
problemin dərinləşməsinə gətirib çıxarır və bir növ xəstə özünü daha da qocaldır, daha da sosial həyatdan təcrid edir, sağlamlığını riskə atmış olur. Biz kifayət qədər çox görürük bunu. Bəs problemin sadəcə fizioloji yox, psixoloji olduğu da olurmu? Yəni bunu necə aşkara çıxarırsınız? Bəli, psixoloji olaraq sidik qaçırma və yaxud tez-tez sidiyə getmə şikayəti ilə gələn xəstələr də olur. Belə ki, sidik qaçırmaya səbəb olan amillər də çoxdur. Bu sidik yollarının infeksiyası da sidik qaçırmaya səbəb ola bilər, əzələ zəifliyi sidik qaçırmaya səbəb ola bilər və bəzən isə sidik qaçırma ilə yanaşı tez-tez sidiyə getməni də sidik qaçırma kimi algılayıb, bunun da əsas səbəbi əsasən neyrogen, yəni sinir mənşəli olur ki, bunu da sidik qaçırma kimi qəbul edirlər, normal hal kimi qəbul edirlər və müalicəyə yanaşmırlar. Biz psixoloji və fizioloji ayırdımını necə edirik? İlk öncə xəstə mütləq şəkildə uroloji müayinədən keçməlidir və yanaşı olaraq mən bütün xəstələrin ginekoloji müayinədən də keçməyini məsləhət görürəm. Çünki sidik qaçırmaya səbəb və yaxud da tez-tez sidiyə getmək səbəbi sadəcə sidik yolları ilə deyil, vaginal problemlərlə də bağlı ola bilər. Buna biz xüsusilə sistosel, yəni uşaqlıq yolu ön divarının sallanmalarını misal göstərə bilərəm. Buna görə də kompleks şəkildə müayinə edib nəticəyə uyğun müalicə etmək əslində daha düzgün yanaşmadır. Psixoloji dediyimiz sidik qaçırma bu çox nadir görürük. Mən xüsusilə cavan bir neçə xəstədə görmüşdüm ki, deyir doktor, sidik qaçırmam var. Şikayətin nədir? Deyir, mən tualetdə uzun müddət oturanda təkrar sidiyə gedirəm. Bu çox normal haldır. Əgər tualetdə uzun müddət sərf eləyirsinizsə, sidik daimi böbrəklərdə istehsal olunur və sidik hissəsinə boşalır və biz tualetdə gözlədiyimiz zaman hər yığılan porsiyanı təkrar boşaldırıq. Bu sidik qaçırma deyil, sadəcə etdiyimiz yanlışdır. Həmçinin psixoloji olaraq nə görülür qadınlarda? İslandıqlarında, vaginal yoldan axıntı gəldiklərində bunu sidik qaçırma kimi algılayıb yanlış düşüncəyə qapılırlar ki, məndə sidik qaçırma var. Bəs xırda, yəni mikrobakteriyal infeksiyalar var, hansı ki, cinsi infeksiyalar, məsələn, ureoplazma, mikoplazma və yaxud da gonorella, bu kimi infeksiyalar sidik qaçırmaya səbəb ola bilərmi? Xeyr, bunlar birbaşa sidik qaçırmaya səbəb olmur. Bildiyim qədərilə daha tez-tez sidiyə çıxma olur. Bəli, bu qadınlarda daha tez-tez sidiyə çıxma və bir də xüsusi bir nüans var. Vaginit və sistit arasında bu nüans belədir ki, əgər sidiyi depolayan dövrdə, yığılan dövrdə şikayətlər varsa, bu sistit. Amma sidiyi boşaldarkən yanma, göynəmə hiss edirsə, bu zaman biz vaginitdən şübhələnirik. Təbii ki, müayinə nəticələrinə görə də diaqnozu təsdiqləməliyik. Tək şikayətə görə də durub müalicə etmirik. Sidik yollarının infeksiyası yoxdursa, təkcə vaginal infeksiyalar varsa, xüsusilə bu vurğuladığınız cinsi yolla keçən infeksiyalar varsa, bu qadınlarda sidik qaçırma yox, sidiyi boşaldarkən yanma, göynəmə şikayəti görülür. Bir də bayaq vurğuladınız ki, bu sidik qaçırma bir neçə növü var və bir neçə səbəbdən qaynaqlanır. Bir mövzuda sual vermək istərdim ki, növləri necə ayırd edirsiniz, hansı növləri var və həmçinin cəmiyyətdə belə bir fikir var ki, sidik qaçırmanız yalnız və yalnız cərrahiyyə yolu ilə düzəltmək mümkündür və digər konservativ yollara heç cür əl atmırlar. Ümumiyyətlə bu fikir reallığı əks etdirirmi? Xeyr, bu fikir reallığı əks etdirmir. Gəlin başdan mən izah edeyim. Sidik qaçırmanın növləri var. Ən çox gördüyümüz 3 növdür. Bir, buna stres tip sidik qaçırma deyirik. Askırma, öskürmə, qarın daxili təzyiq artanda əgər bir xəstədə sidik qaçırma varsa, bu stres tip sidik qaçırtmadır. İkincisi, daşma tip sidik qaçırma dediyimiz xəstə sidiyi ifrazının hissini duyur, həmin an tualetə getmək istəyir, lakin tualetə çatmır, sidiyini boşaldır. Bir də qarışıq tip var, hansı ki, həm stres tip şikayətlər var, həm də daşma tip sidik qaçırmaya məxsus şikayətlər var xəstələrdə. Buna görə də biz ilk öncə mütləq dəqiq diaqnozu qoymalıyıq. Xəstədə stres tip sidik qaçırmadır, daşma sidik qaçırmadır, yoxsa qarışıq tip sidik qaçırmadır. Çünki hər birinin müalicəsi fərqlənir. Həmçinin yanaşı olaraq bunu da vurğulayım ki, aktiv sidik hissəsi dediyimiz bir xəstəlik var ki, xəstə gün ərzində 20, 30, 40 dəfə sidiyini boşaltmaq ehtiyacı duyur. Bəzən bunu da sidik qaçırma kimi algılayırlar. Əslində bu sidik qaçırma deyil, bu sidik hissəsinin tamam başqa bir, belə deyək, şikayəti, başqa bir xəstəliyidir. Xəstələrin beynində belə bir düşüncə var ki, məndə sidik qaçırma varsa, mütləq şəkildə mən əməliyyat olunmalıyam. Bunun başqa heç bir çarəsi yoxdur. Bu çox yanlış yanaşmadır. Bu qədər saydığımız sidik qaçırma ilə bağlı problemlərdən yalnız stres tip sidik qaçırmanın həlli cərrahi yolladır və son mərhələdə.
Yəni xəstədə əgər sidik qaçırma varsa, ilkin biz dərman müalicəsi, yanaşı olaraq dediyimiz hal-hazırda ən çox etdiyimiz prosedurlardır ki, vaginal yoldan icra olunur. Sidik kanalının alt dəstəyini bərpa etmək üçün etdiyimiz müalicə üsullarıdır bu. Buna lazer, HIFU kimi cihazlarla həmin əzələnin bərpa etmək, əzələnin belə deyək də gücünü artırmağa çalışmaqdır. Bu müalicələr çox yaxşı effekt verir. Yanaşı olaraq həyat tərzində dəyişikliklər, gündəlik belə deyək sosial həyatlarında idmana yer vermələri, bu kimi profilaktik tədbirlər gördükdə sidik qaçırma daha rahat həll olunur. Əməliyyatı isə yalnız stress tip sidik qaçırmaların son mərhələsində artıq xəstə bu saydığımız tədbirlərin heç birindən effekt görmədikdə biz icra edirik. Daşma tip sidik qaçırma və qarışıq tip sidik qaçırmalarda isə xəstəyə cərrahi əməliyyat qəti şəkildə məsləhət görülmür, çünki heç bir effekti olmur. Qarışıq tip sidik qaçırmalarda xəstə əgər cərrahi yolla müalicə alarsa, bu zaman stress tipə məxsus şikayətlər çəkiləcək, amma daşma tip sidik qaçırmaya məxsus şikayətlər yenə də qalacaq. Yəni xəstə tam olaraq tətmin olmayacaq. Bəs hamiləlik zamanı sidik hissəsi üzərində təzyiqin artması sidik qaçırmaya səbəb ola bilərmi? Hamiləlik zamanı xəstələr xüsusilə ilk trimestrdə və son trimestrdə sidiyi boşaltmaq, sidik qaçırma, tez-tez sidiyə getmə şikayətlərini çox belə deyək hiss edirlər. Bunun ilk trimestrdə səbəb hormonal balansın dəyişilməsi, belə deyək bir növ sidik onlar üçün qıcıqlandırıcı kimi bir reflektor deyək, yəni daha çox bu təsirlə bağlıdır. Son trimestrdə isə böyümüş döl sidik hissəsini sıxır. Bu da onların tez-tez sidiyə getməyinə səbəb ola bilər. Həmçinin çanaq əzələlərində müəyyən bir boşalma da görülən zaman bəli hamilələrdə sidik qaçırma görülə bilər. Bu zaman təbii ki, xüsusi bir tədbir görə bilmirik hamiləliyin sonlanmasını və ondan sonra əgər şikayətlər davam edərsə, ona uyğun olaraq düzgün şəkildə müalicə məsləhət görürük. Danışdığımız kimi sidik qaçırmaya səbəb olan ən əsas faktorlardan biri də məhz çanaq dibi əzələlərinin zəifləməsidir. Ümumi çanaq əzələlərinin disfunksiyası və zəifləməsidir. Ümumiyyətlə belə bir düşüncə var ki, cəmiyyətdə hər bir doğuş edən qadında çanaq əzələləri dağılır ən azından bir müddətlik. Bu nə dərəcə reallığı əks etdirir? Yəni hər doğuş edən qadında mütləqdirmi ki, çanaq əzələləri zəifləyəcək və sidik qaçırma ortaya çıxacaq? Bu yanaşma çox da düzgün hesab edilmir. Belə ki, doğuş zamanı bəli, çanaq dibi əzələlərində müəyyən bir yumşalma deyək, əzələ zəifləməsi olur. Lakin bu doğuşdan sonra görülən tədbirlərlə tez bir zamanda toparlanma və nəticədə heç bir sidik qaçırma şikayətinin görülməməyinə səbəb ola bilər. Və hər doğuşda çanaq dibi əzələləri zədələnəcək, cırılacaq deyə bir qayda da yoxdur. Belə ki, çanaq dibi əzələləri nə zaman cırıla bilər? Döl həddindən artıq böyük olduqda və yaxud da doğuş edən qadında çanaq dar olduqda daha çox görülür. Bu zamanda təbii ki, orada ginekoloqlar bunu nəzarətdə saxlayır və müəyyən profilaktik tədbirlər görürlər, sözsüz ki. Amma doğuş zamanı, doğuşdan sonraki dövrdə çanaq dibi əzələrində müəyyən bir boşalma, belə deyək, bir əzələ zəifliyi görülsə belə, qadın doğuşdan sonraki dövrdə düzgün şəkildə qidalanmasına, gündəlik fiziki aktivliyinə riayət etdikləri zaman bu əzələlər bərpa olunur, əvvəlki gücünə qayıdır və bu qadınlarda %100 sidik qaçırma görüləcək deyə bir şərt yoxdur. Kegel məşqləri və fizioterapiya haqqında nə deyə bilərik? Yəni bu effektiv üsuldurmu sırf çanaq əzələlərini gücləndirmək üçün? Kegel məşqləri bəli, effektivliyi %100 təsdiqlənmiş bir metoddur. Bu sırf çanaq əzələləri, xüsusilə də bu dediyimiz sidik kanalının alt dəstəyini bərpa etmək üçün edilən bir məşqdir və biz də bunu xəstələrimizə çox tövsiyə edirik. Təəssüf ki, xəstələrimizin əksəriyyəti buna əməl etmirlər. Bu onlar üçün çətin gəlir. Əslində heç bir çətinliyi olmayan bir məşqdir. Hansı ki, bu kegel məşqlərini onlar qab yuyan zaman, avtobusda gedərkən, maşın sürərkən və yaxud da işdə oturaq vəziyyətdə belə edə bilirlər. Bu sadəcə uretranın alt dəstəyi dediyimiz əzələlər, çanaq dibi əzələlərini sıxmaq və buraxmaqdan ibarət olan bir məşqdir və effektivliyi bəli çox yaxşıdır. Buna əməl edən qadınlar hətta heç bir dərman müalicəsinə ehtiyac duymadan və ya cərrahi müalicəyə ehtiyac duymadan sidik qaçırma problemini həll edə bilirlər. Bəs təbii doğuş və keysəriyyə üsulu ilə olan doğuşların arasında sırf çanaq əzələlərinin zəifləməsi açısından hansı fərqlər mövcuddur? Müəyyən qədər fərqlər var. Təbii ki, əgər təbii doğuş baş verirsə, döl uşaqlıq yolundan xaric olursa, bu zaman əzələlərə müəyyən bir təsir, burada mexaniki təsirdən gedir söhbət var və bəzən bu iri döllərdə, çanağı dar olan qadınlarda cırılmalar, bunlar da çanaq tibi əzələrin zəifləməsinə gətirib çıxarır. Amma qadınlar sırf bu problemə görə məncə keysəriyyəyə üst tutmamalıdırlar. Çünki doğuşdan sonra edilən düzgün həyat tərzi, çanaq əzələlərini möhkəmlətmək üçün etdikləri kegel məşqləri bu əzələlərin
problemlərin bərpa olunmasına gətirib çıxarır. Müəyyən qədər təsir etsə belə, daha sonra bunu yenidən əvvəlki gücünə qaytarmaq mümkündür. Bəs hamiləlik mövzusundan kənar olaraq ümumiyyətlə çanaq əzələlərinin əsas zəifləmə səbəbləri nədir? Həmçinin sidik qaçırmanın əsas səbəbləri nədir və burdan xanımlara hansı tövsiyələri vermək istərsiniz məhz bu mövzuda? Çanaq tibi əzələlərin zəifləməsinə səbəb olan əsas amillər bu dediyimiz hamiləlik, doğuş, həmçinin artıq çəki, oturaq həyat tərzi, fiziki olaraq aktiv olmama, yaşlanma ilə bağlı əzələlərdə zəifləmənin, yəni hormonlara bağlı əzələ zəifliyinin olması, yanaşı xəstəliklər, xroniki xəstəliklərdən gedir söhbət və həmçinin onurğa problemləri belə çanaq əzələlərinin gücünün azalmasına, belə deyək, bir növ sidik qaçırmalara şərait yaradır. Bütün bunların qarşısını almaq üçün görüləcək ən yaxşı tədbir çanaq əzələlərini möhkəmlətmək üçün Kegel məşqləri ilə yanaşı digər fiziki aktivliklər, idman, həmçinin yürüyüşlər etmək, artıq çəki qəti şəkildə məsləhət görülən bir şey deyil və xroniki xəstəliklərin vaxtında düzgün şəkildə müalicə etmək, onurğa ilə bağlı problemlərin də vaxtında üzərinə düşmək lazımdır. Belə ki, onurğada olan problemlər həm aşağı ətraflarda və həmçinin çanaq əzələlərində zəifliyə və bu da son nəticədə çanaq əzələlərindən biri olan uretra alt dəstəyinin zəifləməsi, sidik qaçırmaya şərait yaratdığı üçün bu problemləri vaxtında düzgün şəkildə dəyərləndirib müalicə alsalar, həm çanaq əzələləri daha möhkəm olar, həm xəstədə sidik qaçırma şikayəti görülməz. Ümumilikdə isə sidik qaçırmaya bu çanaq tibi əzələ zəifliyi və son nəticədə bu stres tip və yaxud da daşma tip sidik qaçırmalara səbəb olmasından əlavə sidik yollarının infeksiyası da sidik qaçırmaya səbəb olduğu üçün bu cəhətdən də xəstə sidik qaçırması varsa, ən azından ilk mərhələdə sidik yol infeksiya cəhətdən taranmalı və buna uyğun da müalicə aparılmalıdır. Çünki bir çox xəstədə mən sidik qaçırmanın əsas səbəbinin məhz sidik yolları infeksiyası olduğunu görmüşəm. Düzgün şəkildə vaxtında müalicə edildikdə bir həftə 10 gün içində xəstə artıq bu şikayətlərdən qurtulmuş olub. Hansı ki, xəstələr deyirəm sizə 2-3 il davamlı şəkildə sidik qaçırma şikayəti ilə yaşayıblar. Həmçinin bol-bol maye qəbulu da şərtdir. Son nəticədə məsləhətim bəli, bol maye qəbulu, aktiv həyat tərzi və sağlam qidalanma, çanaq əzələlərini möhkəmlətmək üçün Kegel məşqləri və yanaşı olaraq da digər fiziki aktivliklər. Bunlara əməl etmələri onların həm uroginekoloji sağlamlığına, həm sidik qaçırma kimi bir problemdən uzaq olmalarına şərait yaradacaqdır. Rahat xanım, çox sağ olun. Öz sahənizə uyğun, dəyərli məlumatları gəlib həm mənimlə, həm də izləyicilərimizlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümü bildirirəm. İşlərinizdə və gələcək karyeranızda da uğurlar arzu edirəm. Çox sağ olun. Siz sağ olun, mənim üçün də maraqlı oldu. Ümid edirəm ki, izləyicilər tərəfindən də kifayət qədər onlara lazım olan məlumatlar əldə edilmiş olar. Sağlıq Saatın bugünkü qonağı uroginekoloq Tavat Seyidov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.